Ata-ana üçün ancaq bir təsəllidir. Ən azından bilirlər ki, evladları yəni burada şəhadətə ucalıb, burada canını tapşırıb. Elə analarımız, atalarımız var ki, onlar bilmir tam olaraq balaları harda şəhadətə ucalıb, harda şəhid olub. Düzdür, bölgə olaraq, kənd olaraq, rayon olaraq biliblər, amma tam olaraq dəqiqliyi ilə bilməyiblər hansı yerdə, hansı məkanda şəhid olublar. Bu özü bir təsəllidir və Elşən Atagil qərara gəliblər ki, bugün həm burada abadlıq işləri görülsün, Nicatımızın şəklini gətiriblər, şəkli vurulsun. İnşallah bura bir ziyarət ocağı olar. Görünür ki, bura elə yoldur. Bu kəndlər abadlaşanda elə hər kəs bu yoldan keçəndə Nicatımızı ziyarət eləyib keçər. Bizlər də Tovuz-Turan Şəhid Ailələri Birliyi adından bugün buradayıq. Anaların salamını gətirmişik Nicat. Ataların salamını, anaların dualarını, bacıların salamını gətirmişik. Ruhunuz şad olsun. Çox çətindir, inansız çox çətinlik çəkirəm danışmaqda. Yəni başqa vaxt bəlkə də sözlə necə izah eləyim ki, məni susturmaq olmur. Amma bugünkü gün mən danışa bilmirəm. Həqiqətən danışa bilmirəm. Nədəsə səhv eləyərəm, qüsur eləyərəm deyə düşünürəm. Tamam başqayam bugün. Ruhun şad olsun Nicat. Ruhunuz şad olsun. Bu torpaqlarda qan tökən oğullar. Haqqınızı bizlərə halal eləyin. Onu da qeyd edeyim ki, 13 Avqust Nicatımızın ad günüdür, doğum günüdür. Elə bu gəlişimiz də çox gözəl bir vaxtda təsadüf etdi ki, ad gününə yaxın günlərdir. 23 yaşı tamam olur. Ad günü hədiyyəsi gətirmişik. O qədər kaşlar var ki, Nicat, o qədər kaşlar var. Kaş başqa cür qeyd eləyərdi ad gününü. Kaş başqa hədiyyələrin olardı. Yenə də vətən sağ olsun deyək. Əlimizdən nə gəlir? Daima qəlbimizdəsən. 23 yaşın mübarək olsun Nicadım. Nicatımızın yaralı ikən daşındığı xərəkdir. Bu xərəklə can şəhid anasıdır. Gördüyünüz bu ağacın kölgəsinə gətirilir. Elə canlı bu ağacın kölgəsində tapşırıb. Elə Elşən ata bayaqlar dedi ki, elə o postdan öncə də Nicat vurulubdu. Bu xərəklə bu ağacın kölgəsinə gətirildi. Gül-güldən Şəhid Dağbəyimizin anası da gəlir. Ağlatma bəni. Can. Ağlatma çarəsiz qoyma. Canı canım vurmaz olsun. Mustafa şey. Mustafa şey. Güzel çarəsiz. Yalan atsa yardım. Yalan tamana.
Atam, kardeşim.